Saatında Böyük Qayıdış proqramından və Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərdən danışırıq. İş saatının bugünkü qonağı Dövlət Məşğulluq Agentliyinin Böyük Qayıdışa dair məşğulluq məsələləri departamentinin proseslərin koordinasiya şöbəsinin müdiri Səbuh Yunusudur. Xoş gördük sizi. Salam, xoş gördük. Məşğulluqdan məskunlaşmaya prosesi necə gedir? Agentlik tərəfindən hansı işlər görülür? Bu proqram çərçivəsində geniş miqyaslı işlər görülməkdədir işğaldan azad olunmuş ərazilərdə. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq, o cümlədən Dövlət Məşğulluq Agentliyi köçün ilk günlərindən orada fəaliyyət göstərib. Bizim ərazilərdə 2 regional məşğulluq filialımız fəaliyyət göstərir və həmçinin buna paralel olaraq 4 xidmət şöbəmiz də artıq vətəndaşları üçün xidmətinə verilmişdir. Biz köçü 2 hissəyə ayırmışıq. Köç etmiş vətəndaşlarla görülən işlər və köçü nəzərdə tutulan vətəndaşlardan, yəni il sonuna qədər köçü planlaşdıran vətəndaşlarla görülən işlərdir. Bizim hər iki filialımızın əməkdaşları köç etmiş vətəndaşlarla xüsusən individual olaraq görüşürlər, hər birinə individual olaraq yanaşırlar, görüşlər keçirirlər və məşğulluq imkanlarını qiymətləndirirlər. İqtisadi fəal olan hər bir vətəndaş üçün fərdi məşğulluq proqramı tərtib olunur və fərdi məşğulluq proqramı nəticəsində vətəndaşın hansı istiqamətə yönləndirilməsi artıq əməkdaşlar tərəfindən təyin olunur.